Salam hər kəsə, biz Salam News, mən Ayan və Zərda. Bugün Salam News'un növbəti reportajını çəkirik. Yanımızda Kinomexanikın Qayıdışı filminin direktor assistent və kameramanı, direktor assistenti Leyla xanım və kameramanı Daniel bəy dayanıb. Bugün biz onlara çox maraqlı suallar verəcəyik və intervyumuzda ən maraqlı suallara cavab tapa biləcəksiniz. İlk növbədə mən soruşmaq istəyərdim Leyla xanımdan. Bütün organization işlərinə Leyla xanım baxdığı üçün mənə çox maraqlıdır. Bu bütün prosesdə ən çətin gün və anlar sizin üçün hansılardır? Hansı ki, sizin məhz Kinomexanikın Qayıdışı filmində çox yadda qalan olub? Olmayan gün. Əslində çox sağ olun sualın üçün. Suala cavab vermək biraz çətindir çünki çox uzun prosesdir və mən proyektə ortasından demək olar qoşulmuşam. Ya da ortasına yaxın bir yerdən. Çünki məndən əvvəl artıq 3 ilə yaxın da onlar işləyirdi. Mən 1 il yarım işləmişəm. Mən deyə bilərəm ki, ən çətin, ümumiyyətlə çətin anlar olurdu əsasən bizdən asılı olmayan şeylər. Yəni hava ilə bağlı, lokasiya ilə bağlı, təbii ola bilər hansısa bir problemlər yaranır, yol çökür və s. belə şeylərdə sizin planınız artıq işləmir və siz gün ərzində planı dəyişdirib yeni plan qurmalı olursunuz ki, bu çəkiliş bu gün getməlidir. Çünki hər gün öz planı var. Mənə elə gəlir ki, orqanizasiyanın həmişə insana bağlı olmaması ən böyük çətinliyidir. Yəni təbiətə bağlı idi həm də. Çox sağ olun. Növbəti sualım Daniel bəyədir. Mən bilirəm ki, ümumiyyətlə kamera arxasına dayanmaq çox böyük bir vəzifədir və Talış kəndində, Sim kəndində çəkiliş aparılırdı. Ümumiyyətlə o anın çəkilişini aparmaq, o gözəl yerləri belə deyək, capture eləmək çox çətin bir işdir və Leyla xanımın bildirdiyi kimi çox belə deyək, təbiətin nə vaxt nə edəcəyi bilinmir. Siz anılarınızdan danışa bilərsiniz, hansı xatirələriniz var ki, o anda hər hansı bir unudulmaz bir şey olub, hansı ki qarşısını ala bilməmisiniz və çəkiliş başqa cür yönəlib. Belə bir şey olubmu ümumiyyətlə? Belə tutum loqa görə. Elə momentlər çox olub əslində. Sən ən çox yadda qalan üçü var. Çətin momentlərdən hava şəraiti dəyişmişdi. Onlardan biri qarlı havaya düşməyimiz idi. Çünki qar yağmışdı, hardasa martın 20 neçəsi idi biz orada olanda. Yəni Novruz bayramı vaxtı. Yəni o vaxt biz qar gözləmirdik orada olacaq. Qar da biz dağın başındaydıq. Qar çox yağıb da belə qədərdir. Biz də orada məsələn hərəkət eləməyə yer yox idi. Məcbur idik cığırı özümüz açaq. Kamera ilə biz qarda cığır aça-aça qalxırdıq dağın üstünə. O çox yorucu proses idi. Amma onun maraqlı, hətta at da qalxmadı. Mən filmdə gördünüz yoxsa yox, at yarı yolda qaldı, qalxmadı dağa qədər. Çünki yol yox idi. Yəni o çox çətin idi. Biz orada məcbur idik ki, yol yara-yara özümüz gedək. İkinci çətin proses o oldu ki, dostları ilə görüş var idi. Bilmən yadınızda qalıb yoxsa yox. Köhnə kinomexaniklərlə görüş səhnəsi var. Çayxanada. Və orada məsəl üçün bayırda leysan yağırdı. Biz yağışın altındaydıq onu çəkəndə. Onlar içəridə oturmuşlar isti yerdə, peçin yanında. Və o çəkilişdən sonra biz bütün su olmuşduq, belə bütün islanmışdıq, xəstələnmişdik biz ondan sonra. Başqa çətin məsəl üçün olub yol sürüşməsi idi ki, biz məcbur olduq dağdan bütün texnikanı özümüz düşürək dağdan aşağı. Çünki biz orada UAZ götürmüşdük, amma o da hərəkət eləyə bilmirdi, yol bağlı idi. Oradan düşdük texnika ilə aşağı, sonra fırlandıq əks tərəfdən, təzədən onları qaldırmalı olduq yuxarı. Yəni belə çətinlikləri çox olub. Palçıqlı idi yollar. Məcbur idik məsəl üçün həmin o eşək atdı, cəmaat qarışdırır da bir qatır. Onun üstünə yığırdıq veşləri ki, o daşısın bizə görə. Var elə momentlər ki, kadr siz onları çəkmisiniz, amma filmə əlavə etməmisiniz. Düzünü desəm, bu sualı mən cavab vermək istəmərəm. Çünki əslində çox şey çəkilir. Yəni filmdə, təkcə bədii yox, sənətlidə də, ümumiyyətlə də. Yəni biz orada ancaq filmə istifadə edəcəyimiz şeyləri çəkmirik onsuz da. Təbii ki, istifadə edilməyən çox kadr var və son ana kimi çıxarılan çox şey var və montaj masasında çox şey həll olunur. Bu bir dənə şey deyil, yüzlərlədir. Həm də bizdə material hardasa bir 4 saata yaxın material var idi. Yəni 4 saata yaxın material var idi. Ondan
həm də 80 neçəsə dəqiqəlik film çıxdı axırda. Yəni çox şey çəkilib. Bəs çox maraqlıdır bizə. Təbii ki, biz tamaşaçılar olaraq izləmişik hamımız Salam Film Festivalında. Bundan əlavə digər platformalarda da izləniblər izləyicilər tərəfindən. İzləyicinin kinonu və filmi qəbul etməyi tamam fərqlidir və onun, yəni filmin daxilində və bütün bu prosesdə iştirak edən və səhnə arxasında olan insanların film haqqında nə düşündükləri məncə bütün hamıya maraqlı olar. Sizin üçün bu film nə ifadə eləyir? Bir sözlə, bir cümlə ilə bu filmi necə ifadə edərdiniz? Nə mənə daşıyır sizin üçün və əsas dərs sizin üçün bu filmdə əsas ideya nədir sizcə? Hər ikinizin mənə fikri çox maraqlıdır. Yanında dayanırdım. Ona görə rejissorun yanında, axıqda deyildim. Ona görə ümumiyyətlə bir şey bir cümləyə ifadə etmək çox çətindir. Deməli düşünməlisən ki, onu özət çıxarda biləsən. Bu mənim sözüm deyil məncə. Başqa bir rejissorun sözüdür, amma belə təxmin yadıma qalıb ki, həyatın özü kinodan həmişə daha maraqlıdır. Ona görə sənədli film təcrübəsi də bu barədə çox maraqlıdır ki, səndən asılı olmayan çox şey olur və bu əslində çox maraqlıdır. Sadəcə rejissor olaraq onu görüb, onu istifadə etmək, bu yaradıcı adamın qabiliyyətinə bağlıdır ki, nə yararlıdır, nə yararsız, onun fərqinə varması ki, Orxan məncə bu barədə çox talantlı insandır. Belə deyə bilərəm. Mənim bu filmə ən böyük marağımı yaradan şey o oldu ki, köhnə bir kino mexanikdir. İstəyir ki, təzədən eyni texnikanı istifadə edib kinonu canlandırsın kənddə. Amma onun lampışkası yoxdur, onu axtarmalıdır. Biz belə başlamışıq filmə. Məni də ən çox tutan o oldu ki, bunun ümumiyyətlə bu prosesdə həm bunu Səmidin səyahəti hara gəlib çıxacaq. Çünki tam bilmirdik də biz nə olacaq. Onun melanxolik, sakit, poetik dünyası var kəndin içində. Əsas məni tutan o oldu. Amma filmin hansısa bir mesaj daşıyır, mən o mesaja görə nəyəsə xidmət eləmişəm, belə bir yanaşma olmayıb bizdə. O baxan, belə deyim də, ola bilər ki, rejissorun fikrində nəsə var, tematik olaraq. Amma mənə daha çox maraqlı idi ki, onun səyahəti, bu səyahətdən o necə çıxacaq, hara gəlib, sonluğu necə olacaq, biz nə ilə üzləşəcəyik və bütün bu proses mənə maraqlı idi əsas filmdə. Çəkiliş prosesində aktyorlarla bir situasiya baş verib. Çətinlik. Təbii ki, onlar real aksiyalar deyildi. Yəni kəndlilər idi. Sadəcə onları rejissorun bu yönləndirməsi ilə belə deyək də, o barədəki kamera qarşısında necə ola bilər və yaxud da ki, necə daha rahat özünü ifadə edə bilər və s. Onunla bir yerdə o kəndlilər aktyor kimi sizə görsənə bilir və təbii olduqları kimi iştirak etdilər filmdə. Çətinlik olur ki, normalda aktyor, aktrisa bilir nəyi necə etmək lazımdır, kamerada necə hərəkət etmək lazımdır və yaxud da ki, özünü müəyyən qədər motivasiya eləyə bilir çətinlik qarşısında. Bəzən o insanlar yorulurdu və çəkmək istəmirdi, belə bir şeylər ola bilirdi. Və onların gündəlik həyatı, gündəlik işləri filmdən çox önəmlidir. Onlar deyə bilirdi ki, mən artıq getməliyəm, tutaq ki də, ərim gəlib evə, tamaşadan filmə axıra kimi baxa bilmərəm. Belə şeylər ola bilirdi. Çünki oranın lokal insanın öz həyatı daha önəmlidir onun üçün, filmdən daha önəmlidir. Və bu da normaldır, natural prosesdir. Çətinlik deməzdim, amma ki, biz onlara biraz adaptasiya olmalı olurduq bəzi hallarda. Çox sağ olun Leyla və Daniel. Bu məncə intervyu çox maraqlı oldu. Bir çox tamaşaçıların maraq dolu sualları məncə bu intervyuda açıqlandı. Çox sağ olun ki, intervyuya qoşuldunuz. Çox sağ olun. Növbəti intervyuda görüşənədək sağ olun.